görüntülərin təsirindən çıxa bilmirəm. Yəni bu video görüntülərə dəfələrlə baxdım, izlədim. Orada rəyləri girdim, baxdım. Tam çox xoş fikirlər yazır Leyla xanımla bağlı. Leyla xanım istəsə əlbisəsinin, indi hamı soruşacaq əlbisə nədir? Yəni bir paltarının, bir donunun qiyməti 10.000 manat da ola bilər. Ən bahalı zinət əşyalarını barmağına, qulağına, qoluna, boynuna geyinə bilər. Ən bahalı, belə deyirik də, marka olan ayaqqabıları var, fərqli-fərqli, onları da ala bilər. Amma onun sadəliyi buna imkan vermir. Bizim bəzi müğənnilər var, hələ mən digər peşə sahiblərini demirəm, ancaq müğənniləri deyirəm. Müğənnilər, hörmətli müğənnilər, baxın, ibrət götürün. Azından bu qadını görüb, bu xanımı görüb, mən düşünürəm ki, siz utanmalısınız. Bircə dəfə görmüsünüzmü? Sinəsi açıq olsun, qolu açıq olsun, nə bilim, harası açıq olsun. O bunları etməz. Onun nə əxlaqı, nə tərbiyəsi, nə Azərbaycanlılığı, nə xanım-xatınlığı buna yol verməz. Açıb qoymusunuz hər şeyi çöldə. Hər şeyinizi qoymusunuz çöldə. Eyibdir. Azından bu qadına baxın, utanın. Bu qadından dərs alın, ibrət götürün. Dünyanın ən yaxşı şeylərini bu edə bilər. Amma onun sadəliyi buna yol vermir. İndi hamı yazacaq ki, Sara Səfra, onlara görə demirəm, əzizlərim. Özümü nümunə göstərsəm, hamı qışqırışacaq. Hansı müğənnini nümunə göstərsəm, hamı haykü salacaq. Azından bu xanımdan nümunə götürürəm ki, eyibdir xanımlar. Eyibdir, efirlərimiz, sosial şəbəkələr biabırçı gündədir.